Elə aşiqləri olub Əlinin ki, məhdəl qalırsan. Biri Meysəm Təmmardır. Meysəm aşiq idi Əli əleyhissalama. İbn Ziyad Kufəyə gələndə Meysəmi çağırtdırdı. Bildi ki, da Əlinin aşiqlərindən kimlər var? Meysəm çağırdı. Dedi, Əlidən dönməlisən. Təbəssüm elədi. Dedi, mən Mövlamdan, ağamdan dönəcəm. Dedi, onda səni öldürəcəm. Dedi, mənim ağam mənə xəbər verib mənim ölümümü. Dedi, nə xəbər verib sənə? Dedi ki, mənə apardı xurma ağacının yanına. Mənə dedi ki, Meysəm, səni bu ağacdan asacaqlar. Sənin dar ağacın budur. Səni mənim eşqimin yolunda bu ağacdan asacaqlar və sən dilhü kəsəcəklər. Onda necə olacaqsan? Bunu İbn Ziyada danışır. Deyir, mən sənin ağovun yalancılığını üzə çıxardacağım. Dilhü kəsməyəcəm. Hamı görsün ki, Əli yalancıdır. Dar ağacını minbər elədi, başladı Əlini vəsf eləməyə. Dedi ki, ağası düz xəbər verib, gedin dilini kəsin. Çünki bu dil dayanmayacaq, başqa yol yoxdur. Dilini kəsirlər, ağzından qana xaxa, o şəkildə hətta dilə bir qılınc zərbəsi də vururlar. O şəkildə şəhadətə çatır.